Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Bugün OTK-nın keçirmiş olduğu blok imtahanından ədəbiyyat suallarına baxacağıq. Və suallarımız A variantındandır. Birinci test. Nizami Gəncəvinin Sultan Səncər və Qara əsərində Darğa qarını ittiham edir. Deməli, Darğa qarını nədə ittiham edirdi? Axtarılan qatili gizlətməkdə. Deməli, düzgün cavabımız olacaqdır A variantı. Dedi ki, evimi çox axtardı, qatil hardadır deyə. Ey padşah, söylə, bu həqarət sığarmı yerə göyə? Düzgün cavabımız A variantı. İkinci test. Ağıllı uşaq nağılının məzmununa əsasən səbəb-nəticə əlaqəsinin pozulduğu bəndi müəyyən edin. Səbəb, xanın göndərdiyi adamlar hiləyə əl atırlar. Nəticə, qocalar inanıb xoşluqla kənddən çıxırlar. Xoşluqla yox, bəzilərini məcburən aparırlar. Bəziləri xoşluqla, bəziləri məcburən aparıldı. Deməli, səhv cavabımız elə A variantıdır, uyğunluq pozulubdur. B-yə baxaq, Əhməd qocadan məsləhət istəyir. Nəticədə qoca xanın 2 sualına cavab tapır. Bəli, 3-cü sualın cavabını bilmirdi. Çünki bilmirdi ki, xanın sevimli heyvanı nədir? Bu doğru fikirdir. C-yə baxsaq, kəndlərindəki çoban Əhmədə qoyun dərisi verir. Əhməd də nəticədə xanın şəhərinə keçməyə nail olur. Qoyun dərisinin içərisində keçir. Doğrudur. D variantı, səbəb xan hörmətdən düşəcəyini düşünür. Nəticə verdiyi sözü tutub qocaları azad edir. Çünki meydandaydı, əhalinin arasındaydı. Nüfuzdan düşə bilərdi əgər bunu eləməsəydi. E variantı, kənddə dünya görmüş qocalar yaşayır, nəticədə xan kəndi tuta bilmir. Bu da doğrudur. Cavab A variantı. 63. Doğru fikri müəyyən edin. Mahnılar digər lirik folkloru nümunələri ilə müqayisədə daha qədim tarixə malikdir. Qədim yox, mahnılar nisbətən sonraki dövrdə yaranıb. Ona görə bizdən doğrunu soruşur. Bu yanlış fikirdir. Həcminin kiçik olması bayatların ifadə etdiyi mənanı da məhdudlaşdırır. Mənanı məhdudlaşdırmır. Bayatlarda böyük bir məna verilir. Məsələn, əzizim vətən yaxşı, geyməyə kətan yaxşı, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Burada böyük bir nümunə işlədilmiş ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. C variantı, laylalar körpəsini əyləndirən, əzizləyib oynadan anaların oxuduğu nəğmələrdir. Əyləndirən, əzizləyib oynadan bu oxşamaya aiddir. Oxşama. Deməli, yanlış fikirdir. Mərasim nəğmələri xalqın məişət və güzəranı ilə sıx bağlıdır. Bəli, bu doğru fikirdir artıq. Mərasim nəğmələri, yas nəğmələri və toy nəğmələri ki, yas nəğmələri nədə bildiyimiz kimi edilər, ediləmək və yaxud ağlar deyilir. E variantı, əmək nəğmələri daha sonraki dövrdə yarandığı üçün təkmil janr hesab olunur. Daha sonraki yox, qədim janrdır əmək nəğmələri. Holavarlar və sair sözlər lirik növünün ən qədim janrıdır. Düzgün cavabımız 63-də D variantı oldu. 64-cü test. Cədvəldə uyğunluğu müəyyən edin. Kitab Dədə Qorqud eposunda təbliğ olunur, tənqid olunur. Təbliğ olunur, vətən sevgisi. Bəli, doğrudur. Doğrudur. Kafirə qan udurmaq, xeyr, belə bir şey yox idi. El-obaya hörmət, doğrudur. Tənqid olunur, düşmən qarşısında qorxaqlıq göstərmək. Bəli, Dədə Qorqudda bu Uruzun tutaq olduğu boyda da var idi ki, deyirlər ki, yəqin ki, bu qorxub qaçdı. Ona görə Qazan xan da deyir ki, əgər bu qorxub qaçıbsa, mən onu 6 yerə bölüb 6 yol ayrıcına qoyacam ki, igidləri adamı döyüşdə qoyub getmək nə deməkdir? Deməli, doğrudur. Yoxsul təbəqəni əzmək, tənqid olunur, belə bir şey yox idi. Müharibələr aparmaq, belə bir şey yox idi. Cavabımız B variantı olacaqdır. 65-ci test. Cümlə necə tamamlansa, yaranan fikir həqiqəti əks etdirər. Həqiqəti əks etdirər. Qoşma və müxəmməs janrlarını birləşdirən ortaq xüsusiyyətlərdir. Həm heca, həm əruz vəznində yazılması bu müxəmməsə aiddir. Müxəmməslər aşıq yaradıcılıqda olan müxəmməslər heca vəznində, klassik ədəbiyyatda olan müxəmməslər isə əruz vəznində olur. Hər misrada 11 hecadan istifadə olunması bu qoşmaya aiddir. Son beytdə müəllifin adının verilməsi, hər ikisinin son bəndində ad verilir. Beyt sözünə görə yanlışdır. Heç hansına aid deyil. Şeir vahidinin eyni olması. Bəli, şeir vahidləri bildiyimiz kimi beyt, bənd və misradır. Bunların ikisində də bənddir. Ona görə hər ikisinə aiddir. Düzgün cavab D variantı. Qafiyə sisteminin gəraylı ilə eyni olması bu yenə qoşmaya aiddir. Düzgün cavabımız oldu D variantı. 66-cı test. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Yəni, yanlış fikirlər tapacağıq. Baş qəhrəman sualları cavablandırmaq üçün kömək alır. Bəli, baş qəhrəman sualları cavablandırmaq üçün kömək alır. Bu doğru fikirdir. Bizdən uyğunsuzluq soruşur. Biz burada yanlışları tapacağıq. Deməli, əsərdəki mənfi qüvvələr baş qəhrəmanın əli ilə cəzalandırılır.
Burada ağıllı uşaqda baş qəhrəman əli ilə mənfi surət cəzalandırılmır. Səhvin biri. 2-dir. Aid olduğu janr ədəbiyyatımızda nəsr formasında yazılır. Hər ikisi nağıldır və bu 3 ortada olmalıydı. Ona görə yanlış fikirdir. 2-3. Yadelli obrazda iştirak edir. Bəli, bu doğru fikirdir. Dərzi Şagird Əhməddə elçisi gəlmişdi. Fransız padşahının elçisi gəlmişdi. Doğrudur. 5. Ustadnamə ilə başlayıb ənənəvi sonluqla bitir. Ustadnamə ilə başlayan məhəbbət dastanlarıdır və ənənəvi sonluq deyə də burada duvaq qapmanı nəzərdə tutur və sonu ölümlə bitən dastanlarımızda, məhəbbət dastanlarımızda bildiyimiz kimi duvaq qapmanın əvəzinə cahannamədən istifadə olunur. Yanlışın biri də 5-dir. Həyata əks etdirmə üsulu kimi təhkiyədən istifadə olunur. Bəli, təhkiyədən istifadə olunur. Bu doğru fikirdir. Deməli cavabımız 2, 3, 5. Doğru cavabımız oldu. C variantı. 67-ci sual. Aşıq yaradıcılığı haqqında verilmiş fikirlərdən hansı yanlışdır? Aşıq şeirlərində xalqın ictimai problemləri də öz əksini tapır. Doğrudur. Dastanlarda aşıq yaradıcılığının məhsuludur. Dastanlar da aşıq yaradıcılığının məhsuludur. Yenə doğrudur. Qoşma, gəraylı və bayatı aşıq yaradıcılığının ən geniş yayılmış janrlarıdır. Bəli, doğrudur. Aşıqlar yaradıcı və ifaçı aşıqlar olaraq 2 qrupa bölünür. Bəli, ifaçı aşıqlar yalnız şeirləri ifa edir, yaradıcı aşıqlar həm şeir qoşur, həm də ifa edir. Beyitlərlə yazılan aşıq şeir janrına da rast gəlinir. Beyit yoxdur, beyit yoxdur çünki təznis, gəraylı, müxəmməs, qoşma bunların hamısı bildiyimiz kimi bəndlər şəklindədir. Düzgün cavabımız E variantı olmalıdır. 68-ci test. Xan Sarayı əsəri ilə bağlı klasteri tamamlayan fikirləri müəyyən edin. Forma xüsusiyyətləri epik növdədir. Əsl sənətkar qiymətlidir ideyası var. Bu məzmuna aiddir. Ona görə götürməyəcəyik. Aid olduğu ədəbi növ yalnız nəsrlə yazılır. Bəli, Xan Sarayı əfsanə janrındadır. Əfsanə. Və əfsanələr yalnız nəsrlə yazılır. Biri 2-dir. Həyata əks etdirmə üsulu təhkiyəyə əsaslanır. Bəli, epik növdədir və epik növ təhkiyə düzdür. 2-3. Ustanın etirazı əllərinin kəsilməsinə vurur. Bu yenə məzmuna aiddir. Doğrudur, amma məzmuna aiddir. Ona görə götürməyəcəyik. Vahid süjet xətti olan toponomik əfsanədir. Bu toponomik yer adı ilə bağlı olan əfsanə kimi bunu götürmürük. 2-3 düzgün cavab A variantı olacaqdır. 69-cu test. Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən bayatı və rübai. Birbəndli dörtlükdür. Bu birbəndli dörtlük ortada olmalıydı. Hər ikisi üçün ortaq olmalıydı. Yanlışdır. Bizdən nəyi soruşur? Uyğun fikirləri soruşur. Heca vəznində yazılır. Bəli. 2. Heca vəznində yazılır. Doğrudur. Lakonik janr. Lakonik yığcam deməkdir. Hər ikisi bir bənddən ibarət olur. Bəli. Doğrudur. Çarpaz qafiyələnir. Bayatının qafiyə quruluşu A, A, B, A şəklindədir və rübainin də qafiyə quruluşu A, A, B, A şəklindədir. Bəzən 4 dənə A-dan ibarət olan rübaiyə də rast gəlirik biz. Amma çarpaz qafiyə bildiyimiz kimi A, B, A, B, yəni 1, 3 və 2, 4 qafiyələnməlidir. Ona görə 4 yanlış fikirdir. Bədii təfəkkür məhsuludur. Hər ikisi bədii təfəkkür məhsuludur. 5 ortada olmalıydı. 6 yazılı ədəbiyyat nümunəsidir. Bəli, 6 yazılı ədəbiyyat nümunəsidir. Doğrudur. Deməli 2, 3, 6 düzgün cavabımız olacaqdır. D variantı. Basatın Təpəgözü öldürdüyü boydakı hansı hadisə digərlərindən sonra baş vermişdir? Dədə Qorqud Təpəgözlə sövdələşməsi bu əsərin əvvəlində var. Basatın qınsız qılıncı əldə etməsi bu əsərin son hissələrindədir. Təpəgözün Qazan xanı məğlub etməsi, günbəzdən 7 qapının açılması, Təpəgözün öz üzüyünü Basata verməsi. Sonuncuda qınsız qılıncı əldə edir və Təpəgöz də elə həmən o qınsız qılıncından Təpəgözün öz qılıncı ilə məğlub edir, başını vurur. Deməli cavab B variantı olacaqdır. 71-ci test. Gəncəvi poemalarını birləşdirən ortaq cəhətlərdir. Humanist ideyalar, tarixi mövzulara müraciət, şərə pisliyə nifrət, şəxsiyyətin mənəvi azadlığı. Deməli, humanist ideyalar və şərə pisliyə nifrət. 1, 3 düzgün cavabımız D variantı olacaqdır. 72. Cədvəldəki uyğunsuzluğu müəyyən edin deyir. Misralarda hecaların say bərabərliyi heca vəzninin vacib tələblərindəndir. Bəli, doğrudur. Doğruda doğru. Bizdən uyğunsuzluq soruşur. Sərbəst şeirdə misraların quruluşunda qafiyə sistemində sabit qayda var. Xeyr, yanlışdır. Sabit qayda yoxdur.
Əruz vəzinə misra daxili bölgü zamanı söz parçalana bilər. Bəli, doğrudur. Bütöv söz prinsipi heca vəzninə aiddir. Azərbaycan ədəbiyyatında əruz vəzninin tarixi daha qədimdir. Yanlışdır. Yazılı ədəbiyyatda qədimdir. Çünki yazılı ədəbiyyatda əruz vəzni məsəl üçün 8-ci əsrdə Xəlil ibn Əhməd sistemləşdiribdi. Heca vəzni isə 15-10-cu əsrin sonu 16-cı əsrin əvvəlləri belə deyək də Şah İsmayıl Xətai, Məhəmməd Əmani bunlar yaradıbdı. Bütün şey amma şifahi xalq ədəbiyyatında daha qədim. Çünki şifahi xalq ədəbiyyatında əruz vəzni yoxdur. Bütün şeirlərdə rədifdən istifadə mütləqdir deyir. Bu yanlış fikirdir. Yanlış fikirdir. Deməli, düzgün cavabımız uyğunsuzluq dediyinə görə doğruda yanlış tapdıq biz. Cavabımız A variantı olacaqdır. Məsələn, rədifsiz qafiyə, rədifsiz əsərlər çoxdur. Bunlara aid nümunə nə deyə bilərik? Məni candan usandırdı, cəfadan yer usanmazmı? Fələklər yanında ahımdan muradın şəmi yanmazmı? Məsələn, Füzulinin məni candan usandırdı qəzəli rədif əsasında adlanmır. Cavabımız A variantı. 73-cü test. Nizami Gəncəvinin İskəndərnamə poemasına aid doğru fikir soruşur bizdən. Müəllif baş qəhrəmanı nə qədər ideallaşdırsa da onun qüsurlarını da gizlətmir. Bəli, qadınlara yuxarıdan aşağı baxması, bəzən alimləri təpkiliyib oyatması doğru fikirdir. Hadisələr tarixi faktları təhrif etmədən təqdim olunmuşdur. Xeyr, bu yanlış fikirdir. Ədalətli hökmdar obrazları ilə zalim və qəddar ölkə başçıları qarşı-qarşıya qoyulur. Bəli, məsələn, Xıntalı götürə bilərik. Daradır, Pələngərdir, bunlar zalim hökmdarlarıydı, qəddar hökmdarlarıydı. 1-3. İskəndər səfər etdiyi heç bir ölkədə təkallahlığa sitayiş olunmur. Yanlış fikirdir. Baş qəhrəman eyni zamanda elmin inkişafına müstəsna xidmətləri göstərir. Bəli, alimlərlə xəlvətə çəkilməsi var idi bunun. Düzgün cavabımız 1-3-5 E variantı olacaqdır. 74. Nizami Gəncəvinin Yaralı uşağın dastanı əsəri ilə bağlı verilmiş yanlış fikir müəyyəndir. İnsanın yalnız ağıl və zəka ilə parlaya biləcəyi vurğulanır. Deməli, burada bu doğru fikirdir. Deyir ki, dünyada ağıl tək bir ustad varmı? O bir qul yanında şagird olarmı? Ağıllı baş bəla çəkməz ideyası təbliğ olunur. Ağıllı baş bəla çəkməz. Belə bir fikir deməli var. Yenə də yəni ki, ağıllı idi bu. Düşmən uşaq getdi. Deməli, yaralı uşağın atasına xəbər verdi. Əxlaqi tərbiyəvi məzmundadır. Doğrudur. Çox şaxəli süjet xəttinə malikdir. Bu mənzum hekayədir və hekayələr yığcam olur, qısa olur. Doğru cavabımız, yəni yanlış cavabımız D variantı olacaqdır. Əsərdəki hadisələr təhkiyə üsulu ilə çatdırılır. Bəli, təhkiyədir, müəllif təhkiyəsidir. Düzgün cavabımız D variantı. 75-ci test. Cədvələ əsasən Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy ilə bağlı uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluğu müəyyən edin. Baxırıq indi 75. Oğlunun dalınca gedən Qazan geri dönmür. Nəticədə Burla xatun 40 incə belli qız oğlanla Uruzu tapmağa yollanır. Bu doğru fikirdir. Bizdən uyğunsuzluq soruşur. Qazan bəy oğlunu hələ də ad qazanmadığına görə günahlandırır. Uruz atası Qazana ona heç öyrətmədiyi haqqında şikayətini söylüyor. Deyir, oğul atadan görərsən mən nə vaxt tapardın? Uruzu qoyduğu yerdə tapa bilməyən Qazan bəylərdən onun hara getdiyini soruşur. Bəylər Qazana Uruzun əsir düşdüyünü deyirlər. Xeyr, onlar deyirlər ki, oğul uşağı qorxaq olar, yəqin ki, qaçıb gedib anasının yanına. Belə deyirlər. Deməli, səhv fikir, uyğunsuz fikirimiz. C variantı 3. 76-cı test. Ağıllı uşaq nağılı ilə bağlı hansı hadisənin yeri dəyişdirilsə, ardıcıllıq bərpa olunur. Əhmədin qocanın bacısına kömək etməsi, çobanın xanın keçisi haqqında məlumat verməsi, Əhmədin kəndin çobanından qoyun dərisi istəməsi. Deməli, birinci Əhməd öz kəndlərinin çobanının yanına getməlidir. Sonra xanın çobanı xanın keçisi ilə bağlı məlumat verməlidir. 2 ilə 3-ün yerini dəyişsək, doğru olar. Cavab B variantı olacaqdır. 77-ci test. Nizami Gəncəvinin İskəndərnamə poemasının baş qəhrəmanı İskəndər haqqında doğru fikirləri müəyyən edin. Nitqi. Yalançı elçilik edərkən tülkünün aslandan xəbər gətirməyəcəkdir. Bəli, deyir ki, tülkü aslandan verərmi xəbər? Nüşabiyə deyir bunu. Daranı Hintli quldur adlandırır. Xeyr, bu Sultan Səncər və Qarıdadır. Deyir ki, sən ki Hintli quldursan, türk olmağın yalandır deyir. 2 yanlışdır.
Əməli Daranın sərkərdələrinə onu öldürmələri üçün təklif göndərir. Getdiyi ölkələrdə ədaləti bərqərar edir. Deməli, biri də 4 olacaqdır. 1, 4. Təkəbbürlü və kinlidir. Xeyr, xarakterli olacaqdır. Ədalətli və xeyirxahdır. 1, 4, 6. Düzgün cavabımız C variantı olacaqdır. 78-ci test. Cümləni tamamlaya bilən fikri müəyyən edin. Bədii əsərin mövzusu. Müəllifin qələmə aldığı hadisə haqqında gəldiyi qənaət. Bu ideyadır. Əsərin ideyası ilə bağlı həyat hadisəsidir. Bəli, bədii əsərin mövzusu həyat hadisəsidir. Düzgün cavab B variantı. Yalnız yarandığı dövrün hadisələri əsasında seçilir. Xeyr. Onun formasına aid anlayışdır. Xeyr. Bu məzmuna aid bir şeydir. Forma ilə vəhdət təşkil edir. Məhdud anlayışdır. Xeyr, məhdud deyil. Cavabımız B variantı oldu. 79-cu test. Cədvəldə hansı fikirlərin yeri dəyişdirilsə, uyğunluq bərpa olunar. Metafor işlənmişdir, təşbih işlənmişdir. İllər məni ucaltdı, illər məni qocaltdı. İllər ucaltmağı, illər qocaltmağı metafordur. Anamız təbiət özü bir bahar, əkmişdi sahilə bu ağacları. Deməli, anamız təbiət bir bahardır, əkmişdi sahilə bu ağacları. İnsan təbiət yox, insan əkir ağacı. Təbiətdə də əmələ gəlir, amma metafor var burada. Mən şirin ləhcəli bir bülbüləm ki, güllərdən küsərəm, səndən küsmərəm. Mən şirin ləhcəli bir bülbüləm, bülbül kimiyəm. Deməli, burada nə var? Burada mükəmməl təşbih işlənmişdir. Güllərdən küsərəm, səndən küsmərəm. Təşbihə baxın, deyir, elə dayanırsan, elə durursan, elə bir qarşında quru bir daşam. İpək tellərini deyir, bir vaxt elə bir ki, mən oxşamışam. Həmən şeir Nəriman Həsənzadənin. Məni xəbər alsa gül üzlü canan, salam deyərsiniz yara buludlar. Salam deyərsiniz yara buludlar. Buludlar salam deyə bilməz. İnsan salam deyə bilər. Bu da metafordur. Deməli, metafor burada 3 təşbih idi. 3 ilə 5-in yerini dəyişsək, düzgün cavabımız A variantı olacaq. Bulud kimi burada yenə təşbih var. Burada da elə bir var idi, təşbih idi, ona görə götürmədik. Cavab 3-5 A variantı. Saharcı əfsanəsi əsəri ilə bağlı doğru fikri müəyyənləşdirin deyir. Səfərə çıxmaq üçün karvan başçısı alimə şərt kəsir. Alim karvan başçısı ilə şərt kəsir. Yanlışdır. Hökmdarın atları yorğunluqdan yox, yuxuluyurlar. Yorğunluqdan yox, o musiqinin səsinə əsər düşürlər. Ondan. Hökmdarın alimi saraya çağırmasının səbəb elmə verdiyi dəyər, xeyr, elmə dəyər versə heç onu öldürtməyə çalışmazdı. Alim saraya gəlməməsinə səbəb kimi xalqın içində qalmaq istəyini göstərir. Xalqın içində qalmaq istəyini göstərir. Yenə yanlış fikirdir. O belə deyək də, o hökmdara inanmırdı ki, elmə görə çağırır. Alim sərbəst yaşamaq istəyirdi. Hökmdar və vəzir daha artıq rüsvay olmamaq üçün sual vermək fikrindən yayınırlar. Bəli, bizə sual verirlər, amma halbuki 3 sual hazırlanmışdı. Cavabımız E variantı olacaq. 81-ci test. Ad dəyişmədən istifadə olunmuşdur. Ad dəyişmə, yəni metonimiya. Kənd ayağa qalxıb, yəni kəndin əhalisi, insanlara ayağa qalxıb, şəhər meydanlara üst tutmuşdur. Şəhərdəki insanlar meydana üst tutmuşdur. Deməli, biri birdir. Günəş yer üzünü salamlayır. Burada metafor işlənibdir. Metafordur bu. İnsan salamlaya bilər. Vətən qələbə sevinci yaşayır. Vətəndəki insanlar, vətən əhalisi, vətən cəmaatı, deməli, bəli, biri də 3-dür. Çöllər, dağlar, dənizlər bizi gözləyir. İnsan gözləyə bilər. Bu yenə də metafordur. Deməli, düzgün cavabımız ad dəyişmə metonimiyadır. 1-3 düzgün cavab E variantı olacaqdır. 82-ci test. Azərbaycan şifahi xalq ədəbiyyatı haqqında yanlış fikirdir. Xalqımızın tarixi və mədəniyyəti haqqında məlumat verən əsas mənbələrdəndir. Doğru fikirdir. Ümumtürk folklorunun mühüm tərkib hissəsidir. Yenə doğru fikirdir. Ədəbi növlərdən yalnız ikisinə aid yaradıcılıq nömrələri var. Məsələn, holavarlar, holavar. Lirik növ, məsələn, nağıl, epik növ. Götürək oyunlar, dramatik növ. Deməli, hər üçünə aid var. Düzgün cavab C variantı olacaqdır. Dramatik folklor nömrələri 3 janr ətrafında birləşir. Oyunlar, tamaşalar, xalq oyunları, xalq tamaşaları və şəbihlər var. Bu doğru fikirdir. Müəllifi məlum olan folklor nümunələrinə də rast gəlmək mümkündür. Bəli, belə deyək,
aşıq yaradıcılığı müəllifin məlum olandır. Aşıq yaradıcılığı ona görə yenə də doğru fikirdir. Cavab C variantı oldu. 83-cü test. Müqayisə cədvəlində uyğun fikirləri müəyyən edin. Metafor və mübaliğə soruşur. Deməli, əlamətin köçürülməsi əsasında yaranır, bizdən uyğun fikir soruşur. Bəli, metafor köçürmə deməkdir. İstiarə, metafor köçürmə. Emosionallığı artıran sintaktik fiqurdur. Sintaktik fiqur bədii ifadə vasitələridir. Metafor bədii ifadə vasitəsi deyil. Ona görə yanlış fikirdir. Bədii təsvir vasitələrinə məcazlar deyilər. Sintaktik fiqur bədii ifadə vasitələridir. Mübaliğə hadisənin qabarıq şəkildə təqdimatıdır. Bəli, şişirtmədir. Deyirəm ki, bir ah çəkərəm, dağların daşını tökərəm. Deməli, mübaliğə düzdür. 4. Bədii təsir gücünü artırır. Bədii təsir gücünü artırmaq yenə təsvir vasitəsinə bu ortaq cəhətə götürsək daha yaxşı olar. Hər ikisi təsir gücü artırır. Bir əşya özündən daha qüvvətli əşya bənzədilir. Xeyr. Fikri obrazlı şəkildə çatdırmaq xidmətdir. Bəli, hər ikisinə aiddir. 1, 3, 6 düzgün cavabımız 83-cü testdə olacaqdır. 84-cü test. Qədim dövrə aiddir. Ortaq türk ədəbiyyatının formalaşması. Bəli, ortaq türk ədəbiyyatının formalaşması Çin qaynaqlarından verilir. Burada nə var idi? Deməli, türklərin dastan yaradıcılığı var idi. Alpertonqa, Ergenekon, yaradılış və s. Anadilli poeziyanın inkişafı qədim dövrdə anadilli poeziya inkişaf etməmişdi. Orta dövrə gəlir bu. 13-cü əsrdən başlayır. Musa Şəhavət İsmail İbn Yəssarın yaradıcılığı, bəli, Musa Şəhavət, İsmail İbn Yəssar, Əbül Əbbas Əl-Əma, Mülğəti, Marağayi, Bərəşəvi İzzəncani bunlar qədim dövrə aid idi, ərəb dilində yazanlarımız idi. Geniş həcmli epik poemaların yaranması, ilk poema bildiyimiz kimi qədim dövrdə yaranıbdır. Deməli, bu qədim dövrə aiddir. Biz bunu artıq qədim dövr yox, intibah dövrü ədəbiyyatı kimi götürdüyümüzə görə bunları dördü götürməyəcəyik. Düzgün cavabımız olacaqdır. 1, 3. Geniş həcmli epik poemaların yaranması Nizami Gəncəvidən götürək. Deməli, bu da gedir intibah dövrü ədəbiyyatımıza. 85-ci test. Nümunə ilə bağlı doğru fikir müəyyən edin. Payız gəldi, üstü getdi quşlar. Sən də getdin, bax yağdı, yağışlar. Payız gəldi, qərib oldu dəniz, bu dənizin gözü yaşlı sənsiz. Deməli, burada biz baxsaq, bir əşya özündən daha qüvvətli bir əşya bənzədilmişdir. Bizdən doğru fikri soruşur. Burada təşbih yoxdur. İnsan və təbiət hadisələri vəhdətdə verilmişdir. Bəli, sən də getdin, quşlar da getdi, sən də getdin. Doğru fikirdir. Hadisənin müəllifdə oyatdığı təəssürat ön plana çıxır. Lirik növdür. Bəli, ona görə təəssürat ön plana çıxır. Aşiqin kədərlə təbiətin gözəlliyi qarşılaşdırılmışdır. Burada bir təzad yoxdur. Bir əşyanın əlaməti digər bir əşyanın üzərinə köçürülmüşdür. Metafor soruşur bizə. Məsələn, qərib oldu dəniz, dənizin gözü yaşlı. Bunlar metafor nümunəsidir. Düzgün cavabımız bir də 5 olacaq. 2, 3, 5 doğru cavabımız olacaqdır. 86-cı test. Xəqani Şirvaninin gənclərə nəsihət əsəri ilə bağlı doğru fikirləri müəyyən edin. Fitnəkar gənclərə müraciətlə başlayıb, pis insanlara müraciətlə yekunlaşır. Deməli, bizdən doğru fikri soruşur. Fitnə törətmə, ey fitnəkar cavan. Fitnədir elləri dərdlərə salan. Cana məlhəmdirsə vəfa, etibar və fitnəkarlıq edər onu tanımar. Amma pis adamlara müraciət yox. Deyir ki, qorun pis adamdan, anla ki onlar ilan tək. Kör olur, əqrəb tək, lal kar. Deməli, müraciət yoxdur orada. Ona görə yanlış fikirdir. Özündən kiçiklərin nəvazişin insanı kiçiltməyəcəyini bildirir. Bəli, deyir ki, özündən kiçiyə nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən deyir. Biri, ikidir. Ətrafındakilərlə dostluq münasibətlərini çoxaltmaq tövsiyə edilir. Belə bir şey yoxdur. Deyir ki, çalış az dostluq etsən də əgər dostluqda möhkəm ol, sözdə mötəbər. Dostluq münasibəti çoxaltmaq yox, az dostluq etməyi deyir. Ona görə yanlışdır. Nadan adamlarla xoş münasibətin xeyir gətirməyəcəyindən də bəhs olunur. Bəli, deyir ki, nadan adamlar deyir ki, uzaq ol. Deyir ki, bir nadanın tərifini aldanmayasan, çünki sən onu övdükcə o oğlanar, özünü dostun yox, əmoğlun sanar. Doğru fikirdir, 4-dür. Vəfa etibar yüksək insani keyfiyyətlər kimi mənalanır. Bəli, deyir ki, vəfa küçəsində ev tut yəqin bir, vəfa mənzildir, ən yaxşı mənzil. Düzgün cavab bir də 5-dir. 2, 4, 5 doğru cavab olacaqdır 86-cı testdə. 87-ci test. Salur Qazanın evinin yağmalandığı boyda iştirak edən obrazları nəzərə alaraq uyğunluğu müəyyən edin deyir.
Burla Xatun kafirin bayrağını qılınclayır, Salur Qazanın evinin yağmalandığı boy soruşur. Burla Xatun Uruzun dustaq olduğu boyda bayrağı qılınclamışdır. Bu bayrağı qılınclayan kimdir? Qaragünədir. 3-ə A variantı. 300 yiğitlə Qazan xanın evinin keşiyində duran Uruz bəy idi. B variantı. İki arzu olunmaz seçim arasında qalır. Burla Xatun idi. Bir, ərinin namusunu tapdalamaq, bir də oğul dərdi çəkmək. Oğlunu çünki ətindən pişirəcəkdilər və Burla Xatuna verəcəkdilər. C variantı. Qazan xanla ova çıxır. Qaragünə Qazan xanla ova çıxmışdı. D variantı. Qazan xanı məzəmmət edir. Qazan xanı məzəmmət edən burada kimdir? Qaraca çoban idi Qazan xanı məzəmmət edən. Yəni deyir ki, niyə məni deyir, belə danlayırsan, mən hələ deyir ki, qardaşım şəhid oldu, sənin bir dənə deyir ki, arıq toxunu belə vermədim, ona görə götürmürük. Cavabımız Burla Xatuna C, Uruz B, 3-ə isə A, D oldu. Situasiyaya baxacağıq. Deməli, tülkü və qarğa təmsilini veribdir. Pendir ağzında bir qara qarğa uçaraq qondu bir uca budağa. Tülkü görcək yavaş-yavaş gəldi, endirib baş ədəblə çömbəldi. Bir zaman həsrət ilə qarğa sarı, altdan marıtdı, baş yuxarı. Dedi, əhsən sənə, a qarğa ağa, nə nəzakətlə qonmuşsan budağa. Bəzədin sən bugün bizim çəməni, şad qıldın bu gəlməyinlə məni. Nə gözəlsən, nə xoş liqasan sən, yeri var söyləyəm, hümasan sən. Tüklərindir ipək kimi parlaq, bədnəzərdən vücudun olsun İraq. Bu yəqindir ki, var sevimli səsin, oxu versin mənə şəfa nəfəsin. Böyle sözdən fərəhlənib qarğa, ağzını astı ki, etsin ğa. Ğa edərkən hənöz bir zəkərə, pendiri dimdiyindən indi yerə. Tülkü fövqən havada qapdı yedi, qarğaya tənə ilə böyle dedi. Olmasaydı zahanda sarsaqlar, az qalardı yəqin ki, yaltaqlar. 88-ci test. Mətnin əsasında doğru fikir və ya fikirlər müəyyən edin və seçiminizi əsaslandırın. Qarğanın timsalında xoş sözləri aldanan avvam insanlar nəzərdə tutulmuşdur. Bəli, doğru fikirdir. Qarğa da tülkünün sözünə aldandı, oxudu, dimdiyindəki pendir düşdü və tülkü də onu apardı, yedi. Mətndə tülkü islah edici gülüş. İslah edici gülüş humoristik gülüşdür. Amma tülkü burada satirik gülüş hədəfidir. Ona görə yanlış fikirdir. Tülkü obrazı hiləgərliyin simvoludur. Bəli, hiləyə əl atdı. Qarğaya oxumağın dedi və tülkü nə etdi? Onun pendirini götürüb getdi. 1-3 və əsaslandırmanı da qeyd elədik. Əsərlərin forma xüsusiyyətləri baxımından müqayisə edin. Tülkü və qarğa təmsildir. Həm nəsrlə də ola bilər, nəzmlə də yazıla bilər. Daha çox nəzmlə yazılır. Yaza bilər ki, təmsildir, yığcam olur, yığcam. Yəni, kiçik həcmdə olur, belə yaza bilərik. Basatın Təpəgözü öldürdüyü boy. Deməli, bu dastandır, bildiyimiz kimi dastandır. Dastana aid xüsusiyyət yaza bilərik ki, epik lirik növdə olur. Ondan sonra yaza bilərik ki, dastan epik lirik növdə olur. Epik təhkiyə ilə lirik təqdimat vəhdətdə verilir, yaza bilərik və s. 90-cı test. Təqdim olunan nümunə əsasında cədvəli tamamlayan fikirləri yazın. Deməli, təşbih işləmiş ifadə, fikrinizi əsaslandırın. Və yaxud biz oxuyanda burada var idi. Tüklərindir ipək kimi parlaq. Deməli, ipək kimi parlaq tüklərini ipəyə bənzədir. Həmən ifadəni yazacağıq bura və əsaslandırma yazacağıq ki, deməli, qarğanın tüklərini ipəyə bənzədibdir. Yəni, bənzətmədən istifadə edibdir. Belə biz testləri baxdıq. Sonda bildirmək istəyirik ki, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayaq. Təşəkkürlər.